Salam, hər vaxtınız xeyir. Əziz kanal izləyiciləri, bugün İsmail rayon İvanovka kəndindən gözəl bir ev mülküm satışa çıxarılıbdır. Deməlidən ev mülkü 14 sotun içərisindədir. 2 mərtəbə evdir, tam təmirli, həyətdə belə bir sanitar qovşağı tam istifadədə. Burada belə bir bulaq tikilib. Çox geniş və səliqəli bir həyətdir. Arxada belə təsərrüfatçı üçün geniş bir mal-qara saxlama pəyəsi və arxada bağı var. Çox səliqəlidir. Yəni hamısı daş tikilidir. Hamısı daş tikilidir. Səliqəli şəkildə və daxil olaq evin içərisinə. Daxil olanda belə bir koridor, 10 daş üstündə tikilmə evdir, təmirli. İlk daxil olanda belə bir qonaq otağı, səliqəli, təmirli. Bura yataq otağıdır. Xüsusi zövqə görə yığılıb, dizayn verilibdir. Gördüyünüz kimi müasir mebellərlə təmin olunubdur. Və keçirik ikinci otağa. Burada xüsusi zövqə görə yığılıb. Burada nətər deyirlər? Kamen sistemidir. Hər iki tərəfi, yəni evi isidir. Və bu ikinci mərtəbədə belə hamam tualet mövcuddur. Tam təmirli deyil. Yəni hamam var, ayaq yolu nəzərdə tutulmuyor. Bir sözlə təmir olunmalıdır. Belə. Yəni burada da nəzərdə tutmaq olar. Zövqə görə. Və daxil olanda burada birinci mərtəbədə mətbəx, yenə dediyim kimi tam təmirlidir. Və buradan evin altına keçid var. Belə deyək. Aha, işıqları yandırsın. Hə. Burada da elə bir yayda çox sərin olur. Geniş, səliqəli, gözəl bir zalı var. Yəni səhər bir xeyir iş, ad günü keçirdəndə də çox əlverişlidir. Və burada belə bir kladovkası var. Yəni istifadə etmək üçün bankə falan nəsə yığmaq üçün çox əlverişlidir. Çox səliqəli. Qeyd etdiyim kimi ev 2 mərtəbəlidir, tam təmirli. Əşyalar da verilə bilər. Sadəcə qiymətində razılaşma ilədir. Bugünkü real qiyməti 100.000 manatdır.